Salam dostlar, kanalıma hoş gelmişsiniz. Bugün çok güzel bir video ile karşınızdayım. Novruz bayramı tarixi hakkında, adət-ənənələri hakkında, yani Novruz bayramı nedir, adetleri, atributları nedir? Bunun hakkında sizinle məlumatlar paylaşmak istəyirəm. Hər biriniz yəqin ki Novruz hakkında, Novruz bayramı hakkında ola bilməsin ki eşitməmisiniz. Lakin ola bilər ki videomuza baxan xarici, yəni izləyicilərimiz Novruz bayramı məlumatsız ola bilər. Onlar üçün də və özümüz üçün də təkrar olaraq, yəni sizə məlumat paylaşmaq istəyirəm. Öncəliklə bildiyimiz kimi Novruz yeni gün, yeni bahar deməkdir. Bu qədim türklərin, Fars mənşəli bəzi yəni tayfaların, yəni bu zonaların, bu ərazilərin, Asiya, yəni İran, Azərbaycan, yəni bu ərazilərin, yəni Özbəkistan, Qırğızstan, Qazaxıstan kimi ərazilərdə insanların keçirdiyi bayramdır. Kürdlər də, türklər də, hər kəs keçirir bu bayramı. Bəzən internetdə rast gəlir, yəni İslam dinini caiz midir falan. Bayramdır, yəni bayramı, yəni İslamçılığına aidiyyəti yoxdur. İslamdan da hətta qabaq bir olmuş bayramdır. Təbii ki, zərdüştlük, ateşpərəstliklə bağlantılı, yəni qalmış bayramlardır. Amma biz bayramımızı keçirək, yəni o xırda o bəzi detallara toxunmayaq. Öncəliklə qədim türklər dedim sizə. Yəni qədim türklərdən o vaxtki sərkərdələrimiz, indiki müasir sərkərdələrimiz, Qarabağa almış böyük sərkərdə və böyük igid əskərlərimiz. Sizinlə bir foto paylaşmaq istəyirəm. Bu foto mənim üçün çox dəyərlidir. Facebookda qabağıma çıxdı. Rəssam Ceyhun adlı bir dənə tanışımız, qardaşımız var. Yəni o çox gözəl fotolar ərsə gətirir. 5 ay üzərində əziyyət çəkib bu foto üçün və o fotonu şəxsən özü cənab prezidentə təqdim etmək istəyir və bunun üçün yəni mütəmadi olaraq bu şəkli və müəllifini qeyd edərək paylaşmamızı bizdən xahiş elədi. Mən də çox xoşuma gəldi bu foto və mən də onu sizinlə paylaşmaq istədim. Bir daha ona deyirəm ki, əlin qolun var olsun, sənə bu yolda uğurlar. İnsanlara deyirəm ki, nə portre sifarişiniz, rəsm sifarişiniz olsa, Ceyhunun səhifəsində aşağıda linkə qoyacağam. Yəni gedib özü ilə danışa bilərsiniz. Novruz bayramı haqqında yəni videomuza davam eləsək, Novruz dediyimiz kimi yeni gün, yeni bahar deməkdir və Novruzun özünün bəzi hissələrdən ibarətdir. Novruz bildiyiniz kimi 4 çərşənbədən ibarətdir. Yəni onun ilk çərşənbəsi olan Su çərşənbəsi. Bu hər zaman çox var. Yəni fevral ayının son həftəsinin ikinci gününə təsadüf eləyir. Novruzun Su çərşənbəsi zamanı torpaq islanır. Torpaqda yəni buz bağlamış yollar, torpaq getdikcə artıq axar, yəni sahələr artıq su ilə islanmağa başlayır. Yəni təbiət oyanmağa, canlanmağa başlayır. Su çərşənbəsi zamanı insanlar, yəni qadınlarımız, qızlarımız kəhlizə ya bulaq başına gedib su gətirib evə çiliyərdilər, süfrə başına tökərdilər. Belə adətlər vardır. Üzük falı bildiyiniz kimi orada yəni suyun içərisinə üzüyü sapla sallayaraq neçə dəfə dəyərsə, güya ki gəlin qızlarımız nə vaxt ərə gedəcəklərini belə tapırmışlar. Yəni qədim adətlərdir. Sonraki çərşənbəmiz ot çərşənbəsidir. Yəni ot çərşənbəsi adından da məlum olduğu kimi torpağın isinməsi, od, alov mənasını daşıyır. Tonqallar yandırılır və insanlar üzərindən hoppanırlar. Ağırlığım, uğurluğum üzərində burada qalsın deyə. Ot çərşənbəsi də yəni torpağın oyanması lazımdır. Sonraki çərşənbəmiz yel çərşənbəsi. Yel, külək, yəni bu 3-cü çərşənbəmiz zamanı artıq təbiət hərəkət edir. Külək, yəni ağaclarda bilirsiniz ki, tozlanma, mayalanma proseslər getməlidir. Bunun üçün külək lazımdır. Külək yəni önəmlidir və bu çərşənbə bununla bağlıdır. Yəni böyük küləklər əsib, yəni ağacların tozlanmasında kömək edilmiş. 4-cü çərşənbəmiz torpaq çərşənbəsidir. Torpaq çərşənbəsində artıq son çərşənbə olaraq ilaxır çərşənbədir və bu çərşənbədə torpaq artıq yəni su oldu, od oldu, yel oldu və son olaraq torpağın özü canlanır. Burada əkilən hər şey artıq bitməyə, məhsul verməyə başlayacaq. Bunlar Novruzun yəni çərşənbələri idi. Bir daha yəni sizin də çərşənbənizi təbrik edirəm. İndi Novruzun atributlarından danışası olsaq, Novruzun ilk ağla gələn atributları keçəl və kosadır. Bildiyiniz kimi keçəl qışı təmsil edir, yəni kosa da yazı təmsil edir. Daim də onlar bir-birinə atışırlar, yəni
Kosa, keçəli evləndirməklə belə öz aralarında temalar var. Yumurta döyüşdürmək bildiyiniz kimi Novruzun adətlərindən biridir. Hər zaman yəni prezidentimiz də yəni görürsüz ki, Novruz bayramında çıxır, keçəllə kosa ilə yumurta döyüşdürür. Yumurtalar boyanılır, bəzəklər qoyulur, maraqlı yəni əl işləri hazırlanır. Ümumiyyətlə bolluq, bərəkət bayramıdır. Yəni Novruzda insanlar qışı getməyini, yazın gəlməyini qeyd edirlər. Novruzun ən gözəl atributlarından biri səmənidir. Səməni buğdadan bilirsiniz ki, düzəldilir. Səməni yaşıllıq mənasında, bolluq mənasında istifadə olunur. Səməndən sonra bildiyiniz kimi tort, yəni özünə aid şirniyyatlar da hazırlanır. Səməni də bəzən Qubada məsəl üçün aprel ayının 2-ci günü, yəni Novruzdan 14 gün sonra suya atma mərasimi keçirilir. Yəni səməni də çərşənbədən qabaq bildiyiniz kimi, yəni Novruza ilk çərşənbəsindən qabaq əkməyə başlanılır. Bir adətimiz məsəl üçün qulaq falıdır. Yəni çərşənbə vaxtı qulaq falına çıxırdı qızlar, oğlanlar özləri haqqında, gələcək haqqında bəzən sözlər, xoş ya da pis sözlər eşidib onu yozmağa çalışırdılar. Qulaq falı budur. Məsələn, yaşlıları ziyarət eləmək, küsüllərin barışmağı, xoruz döyüşləri, bunlar Novruzun adətlərindən biridir. Yallı getmək Azərbaycan xalqının yəni birlik mənasını daşıyır. Papaq atmaq, keçmişdə torba atırdılar, daha sonra xurcun papaqla əvəz olundu. Bizim mentalitetimizdə papağa hörmət olduğu üçün bu da tənqid olunsa belə, yəni papaq atmaq yəni modda idi. Çərşənbədə papaq atıb, içini də indi ailələr qoz, fındıq və s. şirniyyatlarla doldururdular. Şirniyyatlar demişkən, Novruzun ən gözəl şirniyyatları şəkərbura, paxlava, bunlar Novruzun atributlarından sayılır, Novruzun simvollarıdır. Dostlar, bir daha hər birinizin Novruz bayramınızı, ilaxır çərşənbənizi təbrik edirəm. Sizlərə xoş, gözəl bir bayram il arzu edirəm. Videomuz bununla sona çatır. Videomuzu bəyənməyi, kanalımıza abunə olmağı, videolara şərh yazmağı, like etməyi, yəni paylaşmağı sizdən xahiş edirəm. Çox sağ olun, var olun. Kösə gəlsənə, gəlib salam versənə. Hey! Kösə gəlsənə, gəlib salam versənə. Kömkəni doldursana, kösəni yola salsana. Hey! Kömkəni doldursana, kösəni yola salsana. Ay uyruğu, saqqalı at quyruğu. Kösən bir oyun eylər, keçini qoyun eylər. Yığar yağın büyüsün, keçəlin toyun eylər. Bahari, ay bahari, güller güller nahari, ay nahari. Bahçamızda gül olsun, ay gül olsun. Gül üstte bülbül olsun, ay gül olsun. Bal olmasın, neyine? Yağ olsun. Evdekiler sağ olsun, ay sağ olsun. Arvatlar eve geçsin, kösanın payın geçsin.